Onların gördüyünü biz görmürük. Onların eşitdiyini biz eşitmirik. Biz ölüyük dirilərin müqabilində. İnsanın bütün potensialı işe düşərsə, insan dirilir. Yoxsa insan ölüdür, cansızdır. Bir adam yerin göğün zikrini eşitmirsə o ölüdür. Ağacların zikrini eşitmirsə o ölüdür. Bir insan biyoloji vardı, dindardı, namaz qılır, deyir, yox, dəvətə tam cavab verin ki, diriləsiniz. Bunu möminlərə deyir, ya eyyuhəllədinə amenu. Dirilmək üçün dinə cavab verin. Bir adam İmam Hüseynə salam verir, cavabını eşitmirsə diri deyil, ölüdür. O alim gedirdi İmam Hüseynin ziyarətində bir çobanın yanından keçdi, dedi, hara girsən, dedi, Kərbəlaya. Dedi, mən heç getmirəm Kərbəlaya, elə qoyunlarımın yanından salam verirəm, cavabını eşidirəm. Dedi, sən də hələ cavab ver, deyirəm, Muhammedə, Əbada gedirəm. Dedi, hələ bir salam ver, gör, cavab eşidirsən. Deyir, xəcalət çəkdim, dedim, ay eyibləri örtən, ya Səttar Əl-Huyub, məni biabır eləmə, bu çobanın yanında. Deyir, sınıq qəlbimlə dedim, Əssalamu aleykə ya Əbə Abdillah, gördüm yerdən göydən səs gəlir və aleykəssalam və rəhmətullah. Dirilik buna deyirlər. Dirilik. Bu tamam başqa ölçüsüdür həyatın. Tamam başqa ölçüsüdür. Texnologiya bizi aldadıb, aza qane olmuşuq. Hərəmiz bir telefon əlimizə götürmüşük, dünyanı onun içində gəzirik, elə bilirik ki, budur bizim, nəhayət potensialımız budur. Mən texnologiyanın əleyhinə danışmıram, gənclər hamı istifadə etməlidir. Amma budurmu məqsəd? 5-10 dənə səhnə oradan, buradan deyirik, hələ heyrətləndirik ki, buna baxı, biz bunun üçün yaranmamışıq. Bu məhdudiyyətdir, bundan ucaya qalxmalıyıq. Biz çox şeyə qadirik. Bu gecə nədən tövbə eləyək, nədən şikayət eləyək Allahın huzuruna? Ölü olmağımızdan, dirilməməyimizdən. O adamlar ki, həqiqi diriliyə çatıb, bütün varlıq aləmini əlinin içi kimi görür. O uzunun içindədir. Bütün varlıq aləmi. O internetə qərq olar. O internetə qərq olmaz. Xuzzu əbsarakum ammən Harramallah aleykum teravunel acaib. Aleyhisselam buyurur ki, gözünüzü haram olan şeylərdən yumun, qəribə şeylər görəsiz. Gözünüz açılsın, başqa şeylər görəsiz, başqa mənzərələr, başqa səslər eşidəsiz. İnsan diriliyi bu deyil ki, başqa canlıların gördüyünü gözün açsın, görsün. İnsan yaranıb, dirilib, başqa aləmə daxil olsun dünyadaykən, başqa aləmləri görsün. Başqa şeyləri görsün, başqa səsləri eşitsin. Görmürüksə hələ ölüyük. Bəsirətimiz açılmayıbsa hələ ölüyük. Bu gecə Allahdan dirilmək istəyək, əhya gecəsidir. Əhya diriliyi deməkdir. Bir dənə də ayə oxuyuram, yavaş-yavaş yekunlaşıram. Yəni sözümü bir-iki dənə rəvayətlə, hədislə davam edəcəm, amma əsas məğzi söhbətimin yekunlaşır. Diqqət! Mən amilə salihən min zəkərin əv unsa və huvə mu'minun fələnuhiyənnəhu həyatən təyyibə. Buyurur, sizlərdən kim mömin, iman gətirən hər kim, kişi olsa ya qadın, salih iş görsə, biz onu pak bir həyatla dirildərik. Əllamə Təbətəbai Əl-Mizanda gözəl təfsir edir bunu. Deyir, bu ayəyə diqqət eləyin. Demir, sizin həyatınız dəyişər. Yox. Deyir ki, siz təzədən yeni yaradılışla dirilərsiniz. Yəni, əvvəl günahlar var idi, indi təmizləndə həyatının keyfiyyəti artdı, deyir, yox, bu düzgün təfsir deyil. Onda deyər ki, biz sizin həyatınızı pak edərik. Deyir, fələnuhiyyənnəhu,
Yenidən dirildərik, təzə həyat verərik, təzədən doğular, təzədən dünyaya gələr. Təzə doğular. Bu həyatı tərk eləyər. Tamam fərqli həyat verilər ona. Faciəyə bax ki, biz doğulmamış ölürük. Qədir gecəsi bunun dərdini çəkək. Doğulmamış ölürük. Adamlar var ki, bizim aramızda da amma başqa aləmdə yaşayırlar. Nurani aləmdə yaşayırlar. Ləzzət, şadlıq aləmində yaşayırlar. Onların şadlığının 1%-dən bizim xəbərimiz yoxdur. Biz də deyirik, biz insanıq. Biz də deyirik, biz adamıq. Bu gecə tək pisliklərdən tövbə gecəsi deyil, ən uca zirvələri təmənna etmək gecəsidir. Elə bir zirvə üçün yaranmışıq ki, heç xəyalımızdan keçməyib. Xəyalımızdan keçməyib ki, onu arzulayaq da. Nə də dualarımızda yer almır. Çünki bilmirik ki, nə aləmlər var. Sizdən xahiş edirəm, hamınızın neçə il nökəriyəm, xidmətçiyəm. Sizdən xahiş edirəm ki, əgər mümkün olsa, bacarsanız, bu gecə həmin pak həyatı təmənna eləyək Allahdan. Deyək, yorulmuşuq, bu bizə layiq yaşayış deyil, biz yaşayırıq. Bu bizə layiq həyat deyil, biz yaşayırıq. Biz yenidən dirilmək istəyirik başqa aləmdə. Təsəvvür edirsiniz nə deməkdir? Həmin dünyadaykən təzdən dirilirsən, başqa aləmdəsən. Allah bunun üçün bizi xəlq eləyib. Dedi, həyatın 3 mərhələsi var. 1, 19-cu gecədə dedi, pisliklərdən ayrılmaq, günahlardan tövbə. 2, yeni həyatla doğulmaq. Yəni, yaxşılıqların zirvəsini istəmək. Yaxşılıqların zirvəsini istəmək. 3-cü gecə ömür olsa, 23-cü gecə, ayın 5-i gecə. Qismət olsa, ömür olsa, mən 3-cü mərhələsindən danışacağım həyatın. Allah ömür versə. Bu gecə təzə həyat arzulayaq. Təzə ömür arzulayaq bu gecə. Tam fərqli həyat, fərqli meyarlarla. Bu aləmdə elə bir şəhərdir o, onun xüsusi sakinləri var. Onlar bir-birini tanıyır. Zahirən bizlə yaşayırlar, amma başqa aləmdə. O aləmin meyarları fərqlidir, səslər başqadır, görüntülər başqadır, aləm başqadır, avazı, səsi, havası, fəzası, nuranidir, başqadır. Bunun üçün ağlaya bilsə adam ağlasın. Bəziləri getdi, çatdı o həyata, bizim aramızdan seçildilər. O insanlar heç bir günah eləmir, amma daha çox borcludular Allaha, hamıdan çox. O insanlar heç bir günah eləmir, amma hamıdan çox üzrxahlıq eləyirlər. Onlar Allaha yaxınlıqdan ləzzət aldıqca, yaxınlaşdıqca uzaqlığın həsrətini daha çox çəkirlər. Təzadlı, gözəl hallar içində, məst halda yaşayırlar. Mən utanıram oturduğum yerdən ki, neçə ildir bundan danışıram, onu da bilməmişəm. Amma bilirəm o aləm var. Buna əminəm. Adam biraz təzdən doğulandan sonra fərqli istedadları üzə çıxmağa başlayır. Sən demə, bu həmin adam deyilmiş. Başlayır qərib, məlumatı başqa yerdən alır. Məlumat mənbəyi Allahdır, birbaşa ona məlumatı özü ötürür. Və bu insan məqamıdır. İnternetə baxır, amma məlumat mənbəyi o deyil. Məlumat mənbəyi varlıq aləminin mənbəyidir. Xəbərləri oradan alır. O ilə təmasdadır hər an, hər dəqiqə. Mənə deyə bilərlər, nə böyük şeylər danışırsan, bəs 21-ci gecədən nədən danışım mən? Bir adam mənə desin. Nə vaxta qədər? Mən 20 gündür, hər gün günorta danışıram ki, artıq vaxtı çatmayıb mı? Vaxtı çatmayıb mı? Neçə il davam eləyəcək bizim bu halımız? Bir dəfə halımızdan şikayət eləyək də Allaha, üzr istəyək də, deyək, mən belə yaşamışam, yaşayışımdan üzr istəyirəm, yaşayışıma görə səndən üzr istəyirəm.
kiçik ləzzətlərə əsir deyil adamlar. Bizi qərq eləyən ləzzətlərə əsir deyirlər. Biz ki özümüzü öldürürük, ay Allah filan şey olardı. Adam var onlara biganədir. Bizim arzularımız onlar üçün heç nədir. Onlar o arzulara tərəf heç baxmırlar. Biganədirlər o şeylərə. Necə ki biz uşaqlara baxırıq, kukla üçün dava eləyirlər, maşın üçün. Onlar da bizə elə baxır, deyir, bu boyda kişilər bunlar. فَلَنُحِيَنَّهُ həyatən təyyibə. Biz yaratmışıq ki, təzədən doğulub yeni həyat verək sizə. Keyfiyyətcə başqa həyat, mərhələcə başqa həyat. Təzədən doğulmaq üçün. Cəmaat narazı dəyərdən deyir, bu nə dünyadır ay Allah? Yaşa, yi, iç, böyü, sonra nə bilim mən, evlən, uşaq dünyaya gətir, uşaq evləndir, sonra öl get. Yaxşı, narazısan, yaxşı, haqlı narazısan, düz deyirsən, o zaman dəyiş də həyatı. Dəyiş həyatı, gör nələr varmış. Dəyiş həyatı. Təzədən doğul. Təzədən doğul. Bunun örnəklərini gördük şəhidlərimizin timsalında.